Здравствуйте, дорогие зрители. 69 Talk опять в очередной раз собрал кучу народу, чтобы поговорить на интересные темы, которые волнуют многих. А сегодня bizim qonağımız Salong'dur. Salong aleyküm. Aleyküm assalam. Necəsiz? Çox sağ olun, çox yaxşı. Qonağımız Daşqın bəydir və Fəridə xanım. Gördük. Hər ikisini görməyə şadıq. Nəhayət ki, 6 aydır xahiş eləyirik, gəlin. Bir təşrif buyurun. Bir vaxtları yoxdur. 15 festivallar buradan, bu en çox bu tərəfdən, en çox keçdin sonra, en çox keçdi. Gəldilər, söz verdilər nəhayət və burdadılar. Xoş gördük. Danışın. İşlər necə gedir? İşlər yaxşı, əla. Hazırlıqlar gedir festivala. NTO-nu sən demiş. Təzəcən geridə buraxdıq və artıq bizim qabaqda çox böyük layihə gözləyir. Bütün community-nin, bütün Azərbaycan elektron musiqi dinləyənlərin və dinlədənlərin illərlə gözlədiyi musiqi festivalı, elektron musiqi festivalına nəhayət ki hazırlaşırıq və sayılı günlər qalıb, necə deyirlər, onun həyəcanı Festival və mövzusuna qayıdarıq. Xahiş edirəm yadınızda saxlayın. İlk növbədə Fəridə xanıma da söz verədi. Bu salam mələk düşündə. Məclis sahibi imkan vermir adam. Buyurun. Hər kəsə salamlar. Mən Fəridə. Belə çox görsənmirəm Solonqun bir üzvü kimi, amma Solonqun böyük bir işləri, əsas operation işləri aşıdan insan mənəm. gözəl. Biraz zəhmət olmasa özün haqqında məlumat ver. Özüm haqqında verim. Fəridə 34 yaşım olacaq bir neçə gündən sonra. Normalda background-ım marketing background-udur, amma event sahəsini çox istədiyimə görə artıq 2 il yarım Solonqa qoşulmuşam və çalışıram hər dəfə Solonqla bir yerdə inkişaf edeyim. Öz istəyinizlə qoşulmusunuz, yoxsa xahiş ediblər? Yox, öz istəyimlə. İstad eləmişəm. Əslində bir dəfə try eləyib məni götürmədilər. Daşqın bəylə biz o vaxt bir yerdə işləyirdik və mən Şkoda brendinin direktoruydum və sponsor kimi çox böyük bir maraq göstərdim ora və təklif edim ki, əgər istəyirsinizsə, gəlsə kömək lazımdırsa, mən bir üz kimi, marketing kimi, fərq yoxdur, bir üz kimi qoşula bilərəm. Çünki o vaxtı Circle-ın valnası idi və Circle-ın çox böyük fanatıydım və Solonqun ilk xınalıqda streami çıxmışdı və bu stream boom eləyəndən sonra Solonqa çox böyük bir. Özü Fəridə məni işə həmən o çalışdığımız, bir yerdə çalışdığımız şirkətdə orada marketing direktoru idi. Mən bütün iş background-um haqqında məsəl danışır, interviewda bir özü oturmuşdu, bir də HR-dan bir xanım oturmuşdu. Bütün karyeramı danışdım, background-umu danışdım falan və axırda gəlib Solonqun adını çəkəndə ki, bəs bu layihədə də art direktor kimi fəaliyyət göstərim. Birdən belə dedi. Nə? Solonq? Götürürəm səni işə. Mən sənə dəstək olacağam falan. Onda zəhmət olmasa birdən biraz da bizim auditoriya üçün informasiya ver. Kimsən, nə ilə məşğul olursan? Mən Daşqın, 37 yaşım var. Hər nə qədər də buna çox insanlar inanmasa da, bəli, o qədər yaşım var mənim. Amma sırf özüm hardasa bir 12-13 ildir ki artıq bu production sahəsində fəaliyyət göstərirəm. INS TV-dən başlamış, bir çox reklam şirkətlərində, reklam agentliklərində, event şirkətlərdə və s. Müxtəlif pozisiyalarda, amma əsasən sfer olaraq art sferasında çalışmışam. Grafik dizayner kimi də çalışdığım olub, motion dizayner kimi də, art direktor kimi də, kreativ direktorluğa kimi, yəni bu belə. Hal-hazırda pozisiya nədir Solonq komandasında? Solonq komandasında artıq art direktor kimi başlamışdım, qoşulmuşdum. Sahillə biz tanış olduq. Yəni maraqlı tanışlığımız baş tutdu. Sahil kimdir? Sahil Solonqun yaradıcısı və əsas ideya müəllifidir. Ona buradan çox böyük salamlar və respekt. Çünki bütün community hal-hazırda Solonqu onun sayəsində tanıyır, sevir və baş verən bu rus dilində desək divizlərin arxasında onun ideyaları və vizyonu dayanır əsasən. İlk təkanı Sahil verib. Təbii ki, bəli. Sahil özü əslində hal-hazırda musiqi sferasında çalışmasa belə, amma onun backgroundunda musiqiçi kimliyi var. Hansı ki, vaxtilə böyük tədbir hansına demişdi? Deyəsən, Baku 2015-nin açılış ya closing tədbirində orada səslənən soundtrack'ı Sahil yazmışdım. Və özünün də bir unreleased albomu var, ambient, synthwave janrında. Hə, bunu heç kəs bilmir. Mən dinləmişəm, çox
yəni bomba albomdur, çox bomba sounddur. Daft Punk'dan inspire olub keçən bir notlardır. Çox gözəl. Synthwave tərzində çox qəşəng albomdur. Sahil deməlidir. Sən mənim underground albomumu Yəni bizim Sahillə tanışdığımız başlandan sonra layihəyə qoşuldum artıq və əslində mən Sahillə tanışdığım səbəbi o idi ki, mən onun albomuna cover işləyim. Ha, okey. Sonra elə alındı ki, albom qaldı fonda. Dedi ki, bəs mənim belə bir layihəm də var da, yəni solo falan və biz elə oldu ki, albom qaldı şeydə, kənarda. Yenə kimi. Hə, hələ də qalır və şey. Onda biraz zəhmət olmasa. Və sonra mən Fərdən hekayəsinə gətirib bağlamaq istəyirəm. Okey. Mən sonra həmin o dediyim kimi o Şkoda. Sonra da deyir Şadlıq Sarayının söhbəti uzandı. Gəl. Yo. Bu da maraqlıdır da, gəl anlaşaq. Gətir. Və şeydir. Sonra mən Fərdə ilə bizim aramızda elə oldu ki, Fərdə mənə düz deyir. Dəfələrlə özü mənə deyirdi ki, bəs mənə maraqlıdır, mən istəyirəm sizin komandada necəsə mən də bir belə deyək də aşda əlimin duzu olsun. Hə, elə bir söhbət, ay sağ ol. Və axırda sonra bunu dəfələrlə israrla dedim. Mən də deyirdim ki, əslində çünki biz Qobustan layihəsini, Qobustan tədbirini eləyəndə orada bizdə böyük bir xaos var idi ortada. O mənada ki, hər şey bizdə burada şifahi şəkildə gedir də. Yəni biz bunu oturub hansısa bir sistemləşdirmək, hansısa bir yazmaq, qeyd etmək və onu düzgün şəkildə menecer etmək, bizdə bu yox idi. Biz belə deyək, kör təbii surətdə bunları eləyirdik və nəticədə də bəli bu bizə hardasa belə deyək də nəticəsi biraz nöqsanlar var idi. Nöqsanlar oldu və onun da nəticəsi biraz ağır oldu ziyan baxımından, amma sonra artıq Fərdə ilə biz tanışdıq. Fərdə artıq biz Ağşəhərdə bir kafe shopda Fərdə ilə mən, Sahil üçümüz oturduq və Fərdə ilk görüşdə qabağımıza notebook bir dənə də Excel açdı ki, davay indi deyin. Bu. Biz onda oradan görüşdən çıxandan sonra Sahil ilə təzədən gəlib maşına oturub dedik ki, hə indi bizə lazım olan səninlə buymuş. Yəni biz indiyənə qədər heç nə yazılı şəkildə eləməmişdik də. Biz onda başa düşdük ki, bəli, bizdə bu çatışmayan bu tərəf var və bunu da necə lazımdır dəyərləndirir. Короче, göz muncuğunuzu qoruyun. Əslində necədir? Daşqınla Sahil çox aktiv insanlar. Çox aktiv insanlardır. Onlar çox yaradıcı insanlardır. Layihələri, musiqilər haqqında fikirləşirlər. Daima göylərdə uçurlar. Bir balans lazımdır. Bir adam lazımdır ki, grounded insan, hansı ki, böyük bir backgrounddan, operation backgrounddan onlara dəstək olmalıdır. Və bütün proses bizə belə gedir. Onlar daha çox create edirlər, daha çox yaradırlar. Mən daha çox bunları toparlayıb bir nəticə çıxardıram. Ona görə bizim qəşəng bir tandem yarandı. Yəni ev ailə formatı kimi düşünəndə bir xanım əli dəyəndə daha yaxşı olur da. Yəni bir kazarma formatından çıxırsan, bir xanım olanda içəridə bir istər-istəməz xanımın elədiyi evdə məsəl üçün mənim anam da elədi. Məsələn nəysə daha düzgün menecer eləyə bilir, nəysə düzgün yer ver eləyir. Şkafdakı o rəfləri o səliqə ilə qatlayır. Yəni ki, fərqi də odur. Bizdə yəni hər şeyi səliqəli eləyir. Yoxsa oğlan uşağına qalsa bilirsiniz də, yəni xaos ərazisində hansısa bir xırda bir ərazi olmalıdır ki, orada düzgünlük, sakitlik, yəni Островок спокойствия должен быть какой-то. Stabilnosti. Biraz zəhmət olmasa Solong barəsində danışın. Necə oldu? Yox, əslində yox. Əslində belə yaranmır. Əslində böyük bir, nə də olar, həmişə kimsə şirkət yaradanda nə fikirləşir birinci? Mən birinci inisiallarımı götürürüm. SL. Əslində S necə idi? S Sahildir. L də Sahilin yoldaşı Lalədir. Ona görə Sahillə fikirləşirdik. Amma açığı desə yoxdur. Yox, əslində elə bir şey yoxdur. Mən zaman sən fikirləşirəm. Sahil özüm bundan xəbər yoxdur. Bunların versiyaları heç kəsin xəbəri yoxdur. Tam fərqli versiyalar. Jessica solidarность olmalıdır. Ona görə mən həmişə belə deyəcəm. Amma nə görə soruşmuşuqsa o. Yox, əslində elə bir şey yoxdur. Bir teoriya yox idi. Solong nə demək? Yoxsa Zeblaçla bir mahnısın. Söz yox. Kısaca şeydir. Mən gözlərim Zeblaç o trackı qoymadı. Mən çox istəyirəm ki, o qoysun. Amma yəni Sahil o adı ora təyin edən zaman xüsusi bir məna altında bir məna yatmayıb və nəticədə elə oldu ki, nə xoş bizə ki, markanın adı artıq ona bir dəyər qazandırdı. Daha doğrusu marka ada dəyər qazandırdı. Misal üçün də hansısa bir Əflatun paltar mağazası olsaydı orada artıq konkret bir ad var da. Başa düşürsünüz nə demək istəyirəm? Yəni bir də var ki, abstrakt bir ad qoyursan və marka özünü o qədər təsdiqləyir ki, o adın özünün də artıq bir anlamı, dəyəri olmağa başlayır. Behind stories olur. Bu daha yaxşı bir uğurlu brend. Расскажите тогда историю про Solong. Fərdənin də qeyd elədiyi kimi dünyada ümumiyyətlə bu circle dalğasının yaranıb belə də, yəni boom effekti olduğu bir vaxt idi və Azərbaycanda da biz başa düşür düz Sahil bunu daha çox
arxasında dayanırdı həmin periodda. Amma mən bilirəm də onun fikrini, yəni Yes. rahat çatdıra bilərəm. Başa düşürük ki, yəni Azərbaycanda belə bir platforma lazım idi həmin ərəfədə və bu arada onu da qeyd edeyim, Solong multimedia formatında elektron musiqi layihəsi platformasıdır. Niyə görə multimedia formatında? Ürək ağrısı ilə deyəcəm bunu, çünki biz vaxtilə streamlərlə çox gözəl layihələr ərsəyə gətirmişik. Bizim çox qəşəng stream çəkilişlərimiz olub. İstər studiyada olub, məsəl üçün Studio Sessions 3 dənə bizim elə çəkilişimiz var idi və başqa outdoor çəkilişlərimiz də olub da, məsəl üçün Şamaxıda, Xınalıqda, sonra Kirxa kilsəsində Həzi Kərim və Anarkiya Terman. O da çox bomba çəkiliş idi. Düzdür, indi uzun zamandır təəssüf ki, hələ ki bunlar stream yoxdur. Biz yenidən qayıdacağıq. Bu ilə minimum 2 dənə. Bu sizin ayrı istiqamətinizdir. Bu biz ayrı istiqamət O əslində ilk istiqamət idi əslində. İlk əslində istiqamət başlanğıc oydu. Başlanğıc oydu. Sadəcə Mən oradan tanımışam yəni. Mən Sizin də barədə. hamı elə tanıyıb əslində. Bütün Solonqu hamı elə tanıyıb və bir də albomdan. albom təəssüf ki, çox 7 gözəl albom. çox yayılmadı albom, amma çox gözəl albomdur. möhtəşəm Mən albomdur. bu il Novruza Gəlmən demə mən Spotify-dan eşitmişəm. Yəni fiziki olaraq həmin albom çıxmışdı. yox, fiziki olaraq çıxmayıb. Sadəcə şey olaraq deyirəm də, yəni promotion olaraq mı deyim, ya hype olaraq deyim ki, yəni çox böyük kütləyə açılmadı. Digital platformalarda var. Var, hamısında var. Okay, əla. Onda linki Linki atarsınız, biz onu mütləq. orada zakripit eləyərik. Mütləq. Dinləyin, şad olarıq. Qısati albomun ikincisinə də artıq hazırlaşırıq. Mən Novruz bayramına çalışırdım ki, eləyim və bir çox bizim DJ prodüserlərdən də xahiş elədim bu barədə. Mən müraciət elədim ki, davayçı da yəni nəyinizsə varsa, sırf bu üslubda yazılan verin, bunu yeni albom formatına salaq və Xurcun adını qoymuşdum alboma, bütün bu konsepsiyasını falan, hamısını mən icrasını götürmüşdüm üzərimə. Sadəcə olaraq sağ olsunlar, hamısı demək olar ki, Cəmin Narahat, bir də Aliyot ikisi bu işə ciddi yanaşdılar və işlədilər, dəstək verdilər. Siz necə dəstək deyəndə ki, bu düzdür, bir tərəfdən bizə dəstək olsa da, amma qarşılıqlı bir şeydir də. Axı belə deyək də, hal-hazırda bunu demək bilmirəm nə dərəcədə düzgün və yaxşı çıxacaq, amma yəni hal-hazırda müəyyən DJ-lər, müəyyən artistlər var, hansı ki, Solong platformasından çıxıblar və kifayət qədər tanınıblar da. Yəni, bu faktdır. Və ona görə yəni bu dəstək məsələsində mən qarşılıqlıdır deyərdim. Sadəcə alınmadı. Vaxtımız yoxdur dedilər, ya nə bilim başqa layihələrimiz var, ya nə bilim pul yoxdur. Alınmadı. Uzun sözün qısası o albom məsələsi alınmadı, amma mən yenidən onu gündəmə gətirəcəm mütləq. Mən istəyirəm çünki albom çox maraqlı bir iş idi. Və ondan sonra artıq tədbirlər seriyası başladı bizdə. Elə oldu ki, tədbir dalınca tədbir, tədbir dalınca tədbir və biz özümüzün də hamımızın komanda daxilində işlədiyimiz müəyyən yerlər var da, hardasa işləyirik, hansı ki belə deyək, dolanışığımız oradan çıxır. Ona görə vaxt məsələsini biz şey eləyə bilmədik ki, ümumi olaraq neçə ildir siz artıq eventlər edirsiniz? Ümumiyyətlə Solong qızı 6-cı ilindədir, 2019-un. Bu 6 il ərzində top 5 sizin eventiniz. Hər ikinizin də fikri maraqlıdır. Mənim ən sevdiyim ən birinci event Şahdağın birinci eventi olub. Çünki çox əziyyətli event idi, çox ekstremal event idi. Amma o eventdə çox böyük bir həzz aldım. Çünki gözləmirdim ki, belə olacaq. Tiknik işte fail, qarda falan da tədbir necə olmalı olar. Amma mənim fikrimcə ən birinci yaxşı səliqəli tədbir Şahdağın tədbiri oldu. İkinci buyur sən deyə bilərsən. Top 5 soruşdun sən. Yes. Mən top 5-ini deyim hamısını. Hamısını yenə yada salım. İkinci məncə mənim üçün ən ürəyimcə olan tədbir NCO-nun tədbiri idi. Çünki NCO-nun özüm mən çox uzun müddətdir gözləyirdim. Açıq deyim, 1 il yarım onun bookingini vurub gözləyirik ki, bizim zonaya bu DJ nə vaxt buyuracaq. Çünki mesela bizim Azərbaycan spesifikası odur ki, bizdə direct flightlar demək olar ki, yoxdur və bu artistlər transferdən uçmaq istəmirlər. Ona görə biz mütləq gözləməliyik ki, bu artist ya Tiflisə, ya İstanbula, ya da Dubaya gəlsin ki, bizə də zayazdım gəlsin. Ona görə NCO-nu çox gözləmişəm və mənim fikrimcə biz NCO-da sırf operation wise və bütün nöqsaları artıq öyrənib çox qəşəng bir keyfiyyət tədbir verdik. Çünki həm DJ-in qarşılanmağı, həm operationu, həm bütün prosedurlar çox belə smooth keçdi ki, mən heç involve olmadım onlara. Ondan sonra üçüncü yəqin Blaze olar. Çünki long awaited bir artist idi. Onu da biz 1 il yarım gözləyirdik. Bir dəfə okeyləndilər, sonra Gürcüstana gəlmədilər deyə cancel olundu.
Nigas üzrə çox maraqlı idi və ilk experience-də ki, biz DJ ilə o qədər yaxın olduq, o qədər maraqlı danışdıq. Sonra 4-cü yəqin Cast idi. Çünki Cast bizim üçün yəqin birinci belə high class artist idi və ilk təcrübə idi. Hətta mənim tatum var. Cast gələndə tatu vurdurmuşam Castla. Çünki mənim üçün çox bir Cast, Don. yes, exactly. Yeah, çünki çox bir qəşəng bir experience oldu. Və 5-ci tədbir məncə artist wise deyə bilərəm ki, bizim salon səhnəsində ən möhtəşəm artist Stefan Bodin mənim fikrimcə. Çünki onun kimi live oynayan, hətta o 90 dəqiqə oynamalı idi. 2 saatda AGP-də arxasında. Niyə məhz AGP-ni daha çox seçirsiniz tədbirləriniz? Çünki Azərbaycanda bu location problemi çox böyük problemdir. Давай послушаем боевой версии Top 5 event. Okay. Mənə görə top 5. Deməli, birinci yerdə mənə görə Qobustan dayanır. Çünki Qobustan tədbiri ümumiyyətlə O sizə çox böyük təkan verir. Mən o tədbirdə olmuşam. Nəinki bizə, Azərbaycan elektron musiqi sferasına çox böyük təkan verdi. Open Air King. Hə, pandemiyadan sonra ilk Open Air tədbir idi və insanlar fərqli bir şey gördülər də. Yəni ondan sonra özünüz baxın, neçədən platforma yarandı. Sabah həmin fərqli bir şey gözləyirdilər. Onu bəli, o boşluq var idi və o çox insanlar belə deyəndə qrupa görə acıdılar elə bir şey. Bəli, və bu arada o məkanla, oradakı məkan və oradakı Murad Uncoğlu, Saharzi, onların musiqiləri o qayaların arasında Function One-dan bir dənə şey var idi orada, atmosfer var idi, dəhşət bir şeydi. Mən özüm belə ilk dəfə elə bir şey görürdüm də, yəni özümə belə ləzzət eləmişdi. Ona görə sırf o anlam, o dəyəri baxımından mənə görə birinci yerdə odur. İkinci yerdə mənim kumirim Guy J, Ələt Bortunda, yəni mən onun böyük fanatıyam. Üçüncü yerdə mən qoyardım Şahdağı qoyardım. Birinci, ikincisini? Birinci Şahdağı qoyardım üçüncü yerə. Çünki o da bizə görə çox əziz və doğmadır və Fərdə demiş çox çətinliklərlə. Şahdağda ilk tədbirimiz, bəli. Bu ilki də çox qəşəng keçdi, amma onun belə deyək də o sentimental dəyərləri var. Dördüncü yerdə mən The Blaze-i qoyardım. O bizim ümumiyyətlə, bəlkə də yox, The Blaze-i 3-ə qoyardım, Şahdağı 4-ə. The Blaze-in çox böyük, yenə də həm bizə və ümumiyyətlə bizim şəhərə çox böyük onun da təkanı oldu. Çünki tam başqa yeni bir dalğa verdi. Daha böyük artistlə tanışlıq, daha böyük 4500-ə yaxın orada insan var idi. Orada viral olan o teaser videosu. Elif'i Daşkın bu arada. Təşəkkür edirəm. Fuad Gold. Hər bir intervyuda, hər bir podkastda mən bu haqda mütləq vurğulamaq. Çox əla bir təşəkkür edirəm. Promotion video idi o. Çox əla. Təşəkkür edirəm. Eləməyə çalışırıq. Sağ ol. Bu iki Şahdağın teaserında elə maraqlı bir şey eləmək istədim. Heyf ki, o qədər viral olmadı, amma dördüncü yerə dediyim kimi Şahdağ birinci. Geç paylaşdı. Şahdağın, hə. Promo videosunu necə hazırladığımızı. Hə, o biraz gec paylaşdıq, bəli. Orada müəyyən səbəblər oldu. Ona görə elə gec alındı. 5-ci yerə isə qoyardım Castı. Niyə görə? Əslində Fərdə yaxşı bilir. Komanda daxilində biz artist gətirəndə həmişə belə öz aramızda müəyyən müzakirələr və mübahisələr də olur bəzən ki, misal üçün də orada fikir ayrılıqları yaranır ki, bu nə artisti falan da. Misal üçün komanda daxilində olur da. Fərdə misal üçün Castı sevirdi. Sahil də misal üçün Fərdəyə inandı. Mən orada biraz dirəşdim. Ki yox. Amma Castı mən yaxşı mənada təəccübləndim də. Yəni mən orada o vibe-ı gördüm və musiqisini orada canlı sevdim orada yəni dedim ki, Afterlife. Yaxşı ki oldu. Yox. Afterlife tərəfini kənara qoyaq. Sırf özlərinin stilist dəstək xətti var, öz musiqiləri, Utopia falan yəni. O orada bir dənə bomba vanla var idi, yəni vibe var idi. Yəni insanlar gəlmişdi sırf onları qulaq asmaq üçün də, həmin o trekləri qulaq asmaq. Hə. Yəni mən orada onu sevdim. Pandemiya vaxtı necəsə izləmişlər, necə çatmışdı ki, dost tanış. Bir Qobustan haqqında danışdı. Həqiqətən də Qobustan elə bir tədbir idi. İnsanları həqiqətən yəni başqa cür ruhlandırıb oyatdı elə. Hə, oyatıb yəni konkret olaraq. Sadəcə olaraq Qobustanda Function One quraşdırılmışdı. Düzdürmü? Və ya onun səs keyfiyyəti başqadır. O Function One Şadlıq Sarayında quraşdırılanda o hansı effekt verir? Siz təbrik nəticə qısaca, uzun yox, qısaca. Yox, konkret sualın cavabı pis nəticə verəcək. Çünki amma bir dənə Şadlıq Sarayı var, orada Function One dayanır. Bir dənə deyil, neçə nəfər Safirin neçə çalı salonunda durub
funksiyalar. Ağ rəngdə dizayna xüsusi belə hazırlanan funksiyalar. İngilislər Ümumiyyətlə, arasında funksiyalar xəbər var. yoxdur. Rəngi dəyişmək çox böyük əslində olmazdı da yəni. Onun öz Özü mən danışdılar ki, mən ki, sırf function niyə seçib? Çünki gəlib seçimi kolonka seçməyə, deyib ki, nə qəşəng kolonkadır ağ rəngdə. Gəl ala. Dekorasiya. Bildiyin universitet töküblər onu. Çünki Uşaqlıq sarayı özündə mənə danışıblar onu. Yes. Deməyəcəm hansı Uşaqlıq sarayıdır. Soruş. necə keçdi? Mən maraqlıdır sizdə bu line-up-la bağlı kim məşğul olur? Hamımız. Yəni Yəni müzakirəyə qoyulur və komanda üzvləri neçə nəfərdir? Okay, bildik Sahil sizdə direktordur, CEO-dur. yox, CEO Fəridədir. CEO Fəridədir. Bəli. O isə O daha çox yaradıcı, Təsisçidir. Təsisçi və Mən şeydir, ideya prodüserdir. Sən art Kreativ, kreativ. art direktor. kreativ direktor. Hə, okay, kreativ direktor. Özümə şey eləmişəm də, qaldırmışam mən. Kreativ direction. Okay. Qalan üzvlər var sizdə? Yoxsa siz yalnız 3 nəfərdən ibarətsiniz? Yox, var. Mən bildiyim qədər sizdə əvvəl komandada Sərxan da var idi. Bəli, var idi. İndi hal-hazırda onlar Selexov. Onlar bəli, Makulator olan bəli, Sərxan artıq aramızda deyil, amma dostumuz olaraq qalır. Çox istəyirik, hörmət edirik, sevirik. İndi hal-hazırda komandada neçə nəfərsiniz? Hal-hazırda əsas yəni belə deyək də, Qərar verici insan üç 3 nəfər. nəfərik. Sahil, mən, Fəridə, hansı ki bütün ideyaların epitsentri bu üçümüzün arasında başlayır və sonra artıq yavaş-yavaş inkişaf elədikcə hər dəfə təzə bir kimsə daxil olur söhbətə. Məsəl üçün line-up-la bağlı Bambeklə məsləhətləşirik. Yəni üçümüz və Bambek. Sonra bizdə media məsələlərində Fuad əsas bizlə kömək eləyir, Fuad Əziz. Hansı ki bizim teaser çəkilişləri falan və paylaşımlarda bu məsələlər, vizual tərəflərini, yəni məsləhətli şəkildə eləyirik. Sonra operationsda bizdə İlqar, məsəl üçün Iron Man, Tank. Hə. Tank. Doğrudan elədir. Yəni İlqarın əvəzsiz rolu var. Sonra bizdə face controlda Rövşənlə Fərzəli, Vüqar, və uşaqlar. Sonra bizdə volontyor komandaları var, hansı ki, dəmən bizə kömək edirlər. Onun başında Fidandır. Bəli. Yəni belə başdan A nöqtəsindən Məsələn, Elvin də demək lazım. Narahatdır və narahat Elvin, yəni amma bizdə çox rahatdır, sağ olsun. Mən bildiyim qədər siz indi hal-hazırda yəni label kimi necəsə nə kimi? Label kimi. Label kimi. Hə, var, o ideya da var. Artıq label, bax, mən label məsələsini yaxşı toxundum. Mən nə demək istəyərdim? Adətən belə sual olunur da, bax, biz bu qədər pul töküb xaricdən artist gətiririk, niyə görə bizdən heç kəs getmir? Bunun mənə gəlir ki, ən başlıca səbəbi ölkədə labelin azlığıdır. Azlığı yoxsa yoxluğudur? Var label? Var, 1-2 label var. 1-2 label var. Bildim, okey, yadıma düşdü. 1-2 label var, adlarını çəkməyəcəm. Tamam. No, onların yəni az olmağıdır. Nəinki az olmağı və onlar da lazımi şəkildə mənə gəlir ki, fəaliyyət göstərmirlər. Bilmirəm, bəlkə də burada biraz qarşılıqlı məsələdir. Kütlə ilə sfera arasında o lazım olan münasibət qurulmayıb, o bağ qurulmayıb da. Yəni belə deyək, kütlə misal üçün hələ də biz tutaq ki, atıram da bilet satmaqdan əziyyət çəkirik də. Yəni kütlə pul xərcləməyi sevmir. Tədbirə 2 gün qalır, 1 gün qalır, bro, guest list, misal üçün də. Bu bizim problemimiz. Amma label tərəfdən baxanda, label yaradan və yaxud da yaratmaq istəyən adam başa düşür ki, okey, mən labeli yaradacağam, kontraktlar quracağam, artistlə işləməyə başlayacağam, oradan track, producing falan filan və bunların hamısının müəyyən o faiz zad məsələləri var da. Yaxşı, mən buradan nə qazanacağam? Axı bizim kütlə pul verib heç nə almır da, heç nə almır. Track çıxan kimi bir-birinə inboxa, mənə göndər də, misal üçün də bunu. Heç baxırsan ki, heç kəs pul verib almaq istəmir də nəysə. Axı, bunlar hamısı əziyyətdir. Yəni, sən gedib haradasa başqa bir xidmət sektorunda nəsə eləyəndə gedib demirsən, axı, bir dənə bunu qardaşım üçün elə də. Pul verirsən, axı, buna görə. Ümumiyyətlə, mən düşünürəm ki, bunların hər bir şeyin, yəni səhnə arxası çəkilməlidir və paylaşılmalıdır ki, bu insanlar görsünlər və bilsinlər nəyə görə bunlar buna pul ödəməlidir. Yəni bu əziyyəti görməlidir. Hərdən paylaşırıq, okey, prosta ona like qoyan adam da axı sonra məndən bilet istəyir. Sən nə yaxşıdır? Storia qoyur zor bro, zor. Saat 6-da metro, poyuz gələndə metroda, hamı dayanıb qapının qabağında mikrofona bir 15 dəfə deyirlər ki, çıxanlara yol verin, çıxanlara yol verin, çıxanlara yol verin. Yol verən yoxdur. Yəni eşidirlər, üzlərini vururlar ki, yəni eşitmirlər elə bir. Bu da ona oxşuyur.
Konkret. Guest list var bura. Guest list. sal. Sözünüz də bu industriyadasınız da bilirsiniz ki, bu industriya hələ ki çox təzədir, çox yenidir və dəstək lazımdır. Dəstək lazımdır. Bu ancaq hansısa bir customerların bilet almağı, bu label'ın tek almağı olmayacaq. Çünki hər yerdə məsələn ən azı Gürcüstanda biz görürük ki, elektron musiqiyə Gürcüstan dövləti nə qədər pul ayırır. Pul verir. Bu biznesmen ola bilər, bu investor ola bilər, grant ola bilər. Məsələn bizim ölkədə elektron musiqi üçün grant yoxdur. Mən məsələn apply eləmək istəyirəm, amma hara apply eləyim? Mənim qəşəng biznes planım var, qəşəng ideyalarım var, amma bu ideyalar bir həddə kimidir. Çünki mən öz başlı-başıma bilet satmaqla, o sponsoru, bu sponsordan nəticə etibarilə mən qazanmıram. Mən Fəridə istəyirəm, ancaq salonda işləyim. İstəyirəm ki, ancaq boş vaxtımı orada sərf edeyim, inkişaf elətdirim. Amma mən bunu bacarmıram. Çünki mən işimi açsam, mən təəssüflər olsun ki, bunu aşırda bilməyəcəm. Amma mən razı deyiləm. Çünki mənə elə gəlir ki, Gürcüstanda, yəni ümumiyyətlə Gürcüstanın təcrübəsini cüzi də olaraq dərindən tanıyıram. Amma yəni belə bir tədbirlərlə bağlı. Gürcüstanda manivoş məsələsi çox olsun. Yəni, bizə də manivoş olsun. Mən protiv deyirəm manivoşdan. Bizdə manivoş alınmır da. Manivoş başqa şeylərdə alınır, bizə də bu alınmır. Çünki eləyirlər. Investment grant da bu da əslində. Bu ancaq Gürcüstanda o deyir ki, manivoş eləyirlər. İBİT-də olsun, başqa yerlər olsun. Hər yerdə böyük artistlər manivoşun üçün ayrılır. Bizə sadəcə insanların o leveldə olan insanların vision'da o deyir ki, biz elektron musiqiyə nəsə bir pul yatıraq. Okay? Bu söhbət manivoşdan da getmir, amma in general nə qədər biz buna apply eləsək də bu təəssüflər olsun ki, bu da motivasiyanı öldürür. Bizim kimi insanlar hansı ki öz entuziazmdan, öz passiondan bunu başlayıb hər işə əl atırlar. Təəssüflər olsun ki, biz bu dəstəyi o qədər görmürük. Amma Gürcüstanı nəzərə alaq ki, bundan bir neçə il əvvəl Tbilisi Avropanın elektron musiqi paytaxtı seçilmişdi. Yəni burada lap dövlət dəstəyini də kənara qoyaq. Millət özü artıq buna öyrəşib, alışıb, qulaq artıq onu yeyir. Gürcüstanda breakbeat tam olaraq, yəni bütün klublarda breakbeat səslənəndə Bakıda yəni hamı R&B, hip-hop, pop musiqisini dinləyirdi. İndi okey, indi vaxt gəlib elektron musiqi. Demirəm ki, bu musiqi yaxşıdır ya da ki, o pisdir. Sadəcə olaraq Gürcüstanda elektron musiqisi çoxdandan yəni bu vision məsələsi var. Əlbəttə vision məsələsi. Demirəm ki, iki ölkə var idi. Biri Hollandiya idi, biri də Gürcüstan. Yeganə iki ölkə idi ki, orada breakbeat həqiqətən yəni top trendlərdə idi. Biz eyni səviyyədə olmamalıyıq. Demirəm ki, biz eyni Gürcüstan eyni səviyyədə olmalıyıq. Bizim öz yolumuz var. Öz yolumuz var, amma bu yolda da dəstək lazımdır. Necə məsələn incəsənət insanları, artistlər olsun, yazarlar olsun, onlar da nəsə hansı bir məqamda dəstək almalıdırlar. Kimdəsə grantlardan, dövlətlərdən. Biz də əslində çünki çox kommersiya baxırlar bizim tədbirlərə. Səncə ən böyük bir problem nədədir ki? Yəni bunların heç biri olmur. Azərbaycana qayıtmayaq. Bir sualım var. Biz Gürcüstandan söhbət eləyiriksə, sən xahiş edirəm sizdə. Gürcüstanla bağlı bir sualım var mənim. Bilməm şayələrdir yoxsa həqiqətdir. Amma bir çoxları mənə deyirlər ki, Gürcüstanda olan promotorlar bir neçə elektron artistlərə ümumiyyətlə belə deyə də, yəni performans distribusiyasını onlara veriblər Gürcüstana və onlar siz Bakıdan booking eləyəndə, yəni siz olasınız, yəni başqa bir sifarişçi olsun, booking eləyəndə artistin meneceri yollayır onları, yəni yollayır sizi Gürcüstana. Gürcüstan da aydın məsələdir ki, onlar da buna biznes cəhətdən baxırlar. Onlar axtarırlar ki, həmin artisti biz harda Gürcüstanda sata bilərik. Satılmasa sizə vermirlər. Yəni əslində ola bilərdi, amma elə deyil. Çünki Gürcüstan bazarı okey böyüdü, amma o qədər böyük deyil ki, bütün artistlər oraya yerləşsin. Bizə problem odur ki, Gürcüstana da uça bilərlər. Çünki Gürcüstanın direct fayları Avropaya doludur. Amma Azərbaycana problem odur ki, verə bilmir. Çünki olmalıdır ya Gürcüstan, ya İstanbul, ya Ankara, ya İzmir. Problem Azərbaycandadır. Təyyarə ilə. Bəli. Azərbaycanın ümumiyyətlə uçuşları çox çətindir və Azərbaycanın direct fayları baha öz yerində, amma sırf inconvenient olmağı. Bizə direct Barcelona'dır, Rim'dir, Berlin'dir, bir Paris'dir. Okay? Hətta Amsterdam'a da direct yoxdur məsələmdə. Şimalçı protoşdur South America getmək. South America ümumiyyətlə bizdən getmirlər. Avropadan South America uça bilərlər. Ona görə Azərbaycanın problemi odur ki, qəşəng DJ gətirmək istəyirsənsə, bu DJ ancaq linked bir şəhərlərə gəlməlidir. Ona görə Gürcüstanın böyük problemi deyil. Məsələn, NTO indi Bakıdan sonra İzmirə getdi. Tur kimi gəlirlər də yəni. Yəni maneə yaratmırlar sadəcə olaraq. Maneə amma deyirlər ki, istəyirlər əlbəttə ki, pul qazanıb Gürcüstana versinlər, amma əgər option Dubayda var, option İzmirdə var, Ankarada var, niyə verməsin? Yəni onlar Gürcüstanda tədbir tapmasalar, təşkil edə bilməsələr, Azərbaycana göndərmirlər.
Yox, elə deyil. Ancaq Sırf- yaxın, bizə yaxın ölkə Bəzi, olmalıdır. Gürcüstanın bəli. problem deyil. Problem odur ki, DJ özü uçmaq istəmir. Okey. Başqa şəhərdən bizə. Mən məsəl üçün Blaze-də də elə olmuşdu biz. Blaze-i biz 1 il əvvəldə avqust ayına götürmüşdük. 2023-cü ilin avqust ayına götürmüşdük. Sadəcə Gürcüstandakı şey oldu, cancel oldu həmin il. Ona görə həmin il bizə gəlməkdən artıq onlar imtina Yes, ona etdilər görə və biz biz onu bir il- 2024-də keçirdik. The Blaze Fransalılar deyillər. Bəli. Parisdən bura Bakıya Tur kimi gəlirlər. Tur kimi Belə gəlirlər, okey, tur kimi okey. gəlirlər. Ona məsələn Bakıda hara uçacaqlar bəs? Onu da fikirləşməlidirlər. Çünki Не Bakıda хотят да они только хапнуть только в Азербайджане, хотят везде похапнуть. Onu artist fikirləşmir. Mən Manager. onu yəni Gürcüstanda Yox, olan onun promotorlar. menecer fikirləşir, promotor Okey. fikirləşmir. O artistin meneceri özüdür. Onun üçün proqram qurur. Promotor ancaq təklif edə bilər. Okey, də Gürcüstan yoxdur, gəl Bakıya da. Bakıdan sonra hara uçsun? Harbi o Direkt- Gürcüstan problemi direkt- deyil axı. Yox, Bakıya gəlsin. Bakıdan sonra hara uçsun? Gözəl Direct mübahisə final. gedir. Direct final. İstanbul, Dubai, Məsələn, bizdə DJ var idi, hansı ki, okey gedirdi Fransaya, Parisə. Lakin onun gigi Marseldə idi. Baku Marsel Ha, Baku flighti Marsel yoxdur. yoxdur, hə. O getməlidir Parisə, Marseldə sonra minməli sənədi yenə getməlidir Marselə. Okey. Bu da çətin. Okey. Yəni Clean. səbəbkar Gürcüstan deyil. Okey. Yes. Okey. Siz özünüz başa ümumiyyətlə hansı elektron musiqiyə qulaq asırsınız? Hansı направлениyə qulaq asırsınız? Mənim sevdiyim şey. Mən danışım, sən danış. Danış, Mən danışım. danış, Sən danış. danış. Yaxşı danış. Mən deyə bilərəm. Necə rahat. mehriban Mən daha çox Suya elində. Yox, mən bilirlər ya, hamı bilir ki, mən progressiv hausa daha çox qulaq asıram. Okey. Progressiv və Mən bildim elə melodik sən bir ara house, oynayıb Bambergilin verirdin. sounduna. Hə, arada olub. Nə oldu belə desən daşına atdın? Ee, Gördün ki, ölkədə daha çox hamıca artıq DJ-dir. Yox, məsələ o deyil. Məsələ odur ki, mənim özümün öz işlərim kifayət qədər çoxdur və vaxtım çox da olmur məşğul olma. Çünki DJ-ing Orxan mənə təsdiqləyərdi. DJ-ing elə bir sahədir ki, daima axtarışda olmalısan, daima o bibliotekanı yeniləməlisən, böyütməlisən, belə deyək də zamanın o nəbzini tutmalısan. Daima izləməlisən. Mən də açığı ona vaxt çatdıra bilmirəm deyə artıq dedim ki, çox da cəmaatı özümə Okey. güldürmür. Progressiv house janrlarından hansı artistləri istərdin öz eventinizdə görməyi? Demək olar ki, gəlir də hamısı. Yəni Qaycaya mən hər il istəyirəm gəlsin, açıq. İnşallah sən o biri artistin Sən gələcək. başqa sevdiyin artistin progressiv gələcək. house-da, yəni Amma başqa elə bir demirik. artist yoxdur. Yo, var. Bu eləmiş amma deyə bilmərik hələ ki. Festivalda Belə olacaq də var. maraqlıları. Təzyiqlə bu arada bəlkə də bilmirəm, bəlkə də main poster artıq line-upla çıxacaq. Bu Yaxşı, bu sizin dream buraxılışa qədər. artistiniz kimdir? O çox fərqlənir. Mənimlə Daşqınla Sahilin. Yes. Sahillə biraz bizə kəsişə bilər, biraz. Amma Sahil bizim ikimizin ortasındadır bəlkə bu. Fərdə. Fərid, sən öz danış elektron Mən- janrı. mən danışa bilərəm. Mən eksperimental musiqini çox xoşlayıram. Amma mən fikirləşirəm ki, mən hər il evolve edirəm. Məsələn, hardasan başlayıb, məsələn, olsun Kastan başladım, Blaze-dən başladım və hər il özümə təzə janrlar tapıram. Məsələn, ən sevdiyim artistlərdən məsələn deyə bilərəm ki, Humid Hudu. Çünki Humid Hu çox mən istəyirəm həqiqətən Azərbaycanı gətirim, amma düşünmürəm ki, bizim O fransız wave janrıdır. onlar yox, onlar Danimarkadandır. Eksperimental, sırf eksperimental elektron musiqide oynayırlar. Harda ki, texno da var, vokal da var, live performancelar, live gitara var. Çox möhtəşəmdir. Amma bu dəqiqə mən Almaniyanın təzə wave-ını tapmışam özümə. Bu acid trance-ın və texnonun qarışığıdır. Deməli Marlon Hofstadt indi bu dəqiqə ən top DJ-imdir. Onu çox qulaq asıram. Çünki bu insan o qədər pozitiv musiqi. Baxmayaraq ki, acid trance amma o qədər pozitivdir. Ondan sonra Kiki'dir. Bu dəqiqə Kiki möhtəşəmdir. Məsələn mən onu topa qoya bilərəm bu dəqiqə. Mən bildiyimə qədər sən Avropaya falan uçursan. Çox tez uçuram, bəli. Hal-hazırda planlayırsan Yes. Fransaya, Circle-a. Hardandır belə məlumat? Agentlər var. Yes. Əslində keçən il apreldə Circle Odysseyanı, onların bu dəqiqə layihələrini məsələn yoxlaya bilərsiniz. Yes, Artıq baxmışam. Humid Hu paylaşıb ilk performansı möhtəşəmdir də. Deməli 4 monitorlar. Deməli orada xüsusi sound system, xüsusi no phone policy. Deməli keçən ayın aprelində onlar anons eləmişlər onu və sırf birinci tədbir 30 may mənim ad günümdə Parisdə olmalı idi. O vaxt mən söz verdim özümə ki, gedəcəm. Bu bir il ərzində çox problemlər çıxdı, layihələr olmalı idi sırf o periodda. Mən biraz onu kamdan elədim. Amma öz ad günümdə gedirəm 31 may. Circle-ın tədbirlərinə, Əla. Odysseya. Çünki mən deyirəm ki, ən böyük hədiyyəm o olacaq ad günümə. Çox yaxşı, çox əladır. Dream artist yenidən. Kim yetişdirmək istəyirsiniz? Top of top.
Mən Sahilin adından və öz adından deyə bilərəm. Biz Full Metal çox istəyirik. Həqiqətən bizim ən böyük indi Çətinmi artist? söhbət getmir ki, çətindir. Söhbət gedir ki, bu payoff olmayacaq. Bahadır, nisbətən bahadır artistdir və təcrübədən başa düşürəm ki, bu artist satmayacaq, o cover eləməyəcək özünü. O qəşəng böyük bir sponsor olsa, biz nə eləyə bilərik. Çünki bilirəm nə qədər belə satılacaq. Açığı bilirəm uca indidən. Və təəssüflər olsun ki, bu biraz çətin bir şeydir. Mən çox istəyirəm ki, Dixon bizim səhnədə olsun. Düzdür, FOMO-da olub. İndiki Dixon yox da. Düzdür, FOMO-da olub, amma FOMO formatında o səhnə formatı ümumiyyətlə tam başqa vibe-dır. Amma belə open air tədbir və festival Sən formatında. transmodern style istəyirsən? Transmodern. Çox qəşəng. Çox gözəl, bəli. Hətta O Trixon bilirsən də, olsa. yəni bizim kütlə onun üçün hazır deyil. Onun üçün nə üçün? Yəni transmodern style üçün onlar hazır deyillər. Elə bu dəqiqə əksinə elə ən mainstream odur da. Afronu kənara qoysaq. Hansı ki, Afrobeat də var orada. Ha. Yəni orada perkussiya da var, orada dark afro var. Yəni Afrobeat nə vaxt yorulacaq? Afrobeat nə vaxt yorulacaq? Afro Afro house. ümumiyyətlə bu ölkədə yoxdur, belə deyim mən sizə. Sən şey deyirsən. Sən qarajı deyirsən. UK sound deyil. Mən sizə 10 il əvvəlki tripod deyir. Hansı ki dəyişdi. Afrobeatdir, amma piano style'dır, yəni afrodan. Amma piano qısası çox qəşəngdir. Siz yəqin ki deyirsiniz Afro House. Sən amma pianino. O perkussiya var ya, hamısında hal-hazırda çox populyardır. Afrobeat məsələn ki, bunu Cem XX oynayır indi Afrobeat var onda bildiyin Afrobeatlər. Bu UK-in tərzidir. Yes. Çox konkret yəni ki, sound ya o yoxdur. Afro qaldı ki o suala ümumiyyətlə mən başa düşdüm nə deməksə Afro House nə yəqin. Afro House ümumiyyətlə yorulma periodundaydı. Sadəcə Kanye Music o Burning Man şeyində setində elə bir ki götürdü o batırdı da, əlini tutdu çıxartdı onu suda. Təzə bir sadəcə kiçik bir toxunuşla belə ritasla qəşəng bir istiqamət verdi pianino ilə falan və mənim düşüncəm də çox Afronu tənbəl bir xilas sounddur. Yəni çox uje burada. Bir də reels var orada biz yaxınlaşırıq ki, texno qoy mənə. Orada nə qoydu? Rampanza. Yo, move. Move qoydu. Uje buradayıq nə yəni Afrodan sözün düzü. Çox maraqlıdır. Danışın sizin növbədə iyun ayında səhv etmirəmsə Köç proyektiniz var. Köç proyektinin çox böyük ağır yükü demək olar ki, Fərdənçi illərdir. Buna görə qoyub danışsın. Mən desəm onun ki, nədir? Nə danışmıram? Azərbaycan elektronika yüküdür mənim. Köç harda? Hara köçür? Köç olacaq Palçıq vulkanları. Palçıq vulkanları kompleksində olacaq. Və bu böyük İpək yolu üzərində yerləşir. Ona görə bu köç ümumiyyətlə türk millətlərinin ta ki əsrlər, minilliklər əvvəl başlayan bu strategiyasıdır. Hansı ki daima köçün, daima sivilizasiyanızı artırın, suverenliyinizi qoruyun, inkişaf edin və s. Yəni bu köç əslində o köçdür və eyni zamanda düşüncə olaraq da köçmək, öz daxili ruhunu biraz daha zənginləşdirmək, özünü daha çox açmaq və kəşf etmək anlamında olan köçdür. Sırf elə o nöqteyi nəzərdən də bizim məkanımız da elə demək olar ki, köç sözünün mənasını və ağırlığını tamamilə özündə daşıyır və çox maraqlı olacaq, yəni çox maraqlı olacaq. Bu köçdür, yəni türk xalqların musiqisinin qarşılığı sintezi. Bu Azərbaycan mədəniyyətinin elektron musiqisi ilə olan sintezi marketinq hiləsidir, yoxsa həqiqətən siz bu söhbətə inanırsınız? Yox, inanırıq. Biz onu sevərək eləyirik. Yəni marketinq hiləsi ilə yansaydıq, bu dəqiqə çoxdan pullar qazanırdıq. Yəni sintezi, yəni o ümumiyyətlə də, yəni həmin platformanın əsas ideyası o idi ki, Azərbaycan milli musiqisini də yox, Azərbaycan milli mədəniyyətinin elektron musiqisi ilə olan hansısa bir orqanik bir qarışığını cavanlara çatdırmaq fikrindəydim. Birinci ideya musiqi deyil, birinci ideya orada fəlsəfədir, orada daha çox coğrafiya ilə bağlı. Coğrafiya, ümumiyyətlə biz kimi, ümumiyyətlə Azərbaycanlı kimi biz kimi o dəyəri inkişaf eləmək lazımdır mənim fikrimcə. Ona görə biz əslərimiz köçkünlərə gedir. Çünki bu o necə idi? Tərlan müəllimin teoriyası ki, hər şey... Tərlan müəllimin teoriyası dediyinə görə indi Tərlan müəllim. Tərlan müəllim bu arada şamandır. Qobustanın sakinidir. Adam rəsmi olaraq oranın şamandır. Şaman. Bəli, şamandır və
yəni ora sakin kimi şey ol, propiska ol. Qobustan Qobustan muzeyi. qayalar muzeyinə, bəli, Bəli, bəli. Oranın sakinidir rəsmi. Propiskası orada. Propiskası o Orada həqiqətən propiska oradadır. Hə. Rəsmi olaraq. Azər işıq gəlir ki, Və onun maraqlı bir teoriyası var. Bəziləri üçün bu konspirologiyadır və bəzi ezoteriyanın dibinə gedən insanlar üçün bu kifayət qədər inandırıcı və belə səbəbdir. Ki indi hal-hazırda yaşadığımız 5-ci sivilizasiya 15-16 min il əvvəl yaranıb və o həmin bu sivilizasiya yaranıb düz Qobustan qayalarında orada. Və onun dediyinə görə yuxarıdan bir işıq ələnir, ora bir nur ələnir və orada həmin ərəfədə orada 4 dənə vajdiya olur da, belə deyim. Biri olur Merlin, hə. Vikinglər, Anglo-Saksonlar, Firon və Göktürk. Bunlara yuxarıdan həmin o işıq gələrək tapşırıq verilir ki, gedin dünyanı götürün, yəni hər bir istiqamətə, hə, belə deyək. Yox, o da conscious gəlib, belə bir conscious necə razum gəlib onlara və onlar deyir ki, siz bunu paylamalısınız. Yayın da, dünyaya yayın. Ona görə köçkünlər başladı. Və bizim bir qolumuz elə o tüklər. Və hə, nəticədə elə yəni biz uzağa getməmişdik. Nəticədə elə oldu Biz ki, qayıtmışıq. nəticədə elə oldu ki, Vikinglər qalxdılar şimal tərəfə, oranı zəbt edib oturdular və yayılmadılar. Anglo-Saksonlar gəldilər Britaniyaya, o Stonehenge oranı yaratdılar. Sonra Fironlar Misirə. Yeganə Göktürklər, yəni türklər bizim babalarımız da. Onlar oldu ki, onlar bu Asiya, Avropa və bütün bu istiqamətdə bu minilliklər boyunca inkişaf elədilər, işğal elədilər, daima köçdülər. Mövzuya tullandıq. Köç barəsində bizim auditoriya üçün məlumat verin. Köç barəsində gəlməz. Bu necə olacaq? Oradan hansı bir entertainment olacaq? Hansı artistlər olacaq? Yoxdur. Yaxşı, gəlin mən deyim məlumat. Deməli, festival 27-28 iyun başlayır. Palçıq Vulkan Muzeyinin ərazisində, muzeyin özündə yox, muzeyin yaxın olan bir yerdə. Hal-hazırda sırf wild bir yerdir. Çox belə gəlib onun o qədər iş görülməlidir orada, amma biz orada şəhərci qurmaq istəyirik. Harda ki 2 dənə səhnə olacaq, orada kamp yeri olacaq, orada xüsusi dincəlmək üçün yerlər, yemək üçün yerlər, entertainmentlər, günorta hətta orada rəqs, yoga, sırf spiritual. 2 günlük. 2 gün, okey. 27 iyun başlayır, full 28 iyun olacaq və 29-u səhər artıq kamp bağlanır. Fikirləşirik ki, hal-hazırda çox böyük bir preparation'a gedir orada, çünki detala qədər. İnfrastruktur çox, sıfırdan yığılmalıdır. Bəli, sıfırdan hər şey yığmaq lazımdır. Yəni orada heç bir şərait yoxdur. Heç bir şey. Orada bir generator var. Generator var, o generatordan istifadə edəcək. Palçıq var orada. Bu bizim bir dənə inşallah yağış yağmasın orada. Kamarlardan olan problemlər. Yox, orada kamar yoxdur. Küləkli yer deyil. Azcı qanad yoxdur orada. Çox şeylər yoxdur. Üzbəyiz gəlmişsiniz bu. Havalar, müharibələr, nə bilim, zəlzələlər. Bizdə zəlzələ olub, bizdə yağış olub, bizdə qar olub, bizdə külək olub, müharibə olub. Türkiyədə zəlzələ olanda Biz birinci şahsdan Türkiyədəki zəlzələyə görə bir həftə postpon elədik. Okey. Sonra müharibə oldu. Evet, mənim üçün çox çətindir. Bütün riskləri nəzərə almaq mümkün deyil, amma almalıyıq. STP-də planlamışıq. Ən böyük belə mənfi cəhətlər nədir bizim ölkədə bu ümumiyyətlə bağlı təşkil etməkdə, bu hospitality, nə bilim. Lalanq. Birinci ən böyük problem qiymət monopoliyadır. Niyə? Çünki ən azı səs qiymətləri, işıq qiymətləri ən belə yaxın qədər Rusiyada, Gürcüstanda 2 qat ucuzdur. Bu ən böyük problemdir. İkinci problem ümumiyyətlə infrastrukturu olmamağıdır. Çünki infrastruktur yoxdur. Yemək kornerləri məsələn yoxdur. Dincəlmək üçün hansısa bir zontik istəyirəm, bench istəyirəm, icarə götürə bilmirəm, götürmək istəyirəm, çox bahadır. Bu şeylər. İkinci ümumiyyətlə üçüncü problem məncə insanlar hələ ki öyrəşməyib bunlar eventlərə. İnsanlar məsələn buna pul vermək istəmirlər. İnsanlar fikirləşirlər ki, İnsanlar əziyyəti başa düşmürlər ki, bunlar arxasında qədər böyük əziyyət var. Deyim kimi, onların hamısının səninlə arxası paylaşılmalı. İşte bu insanlar onları başa düşsünlər. Biz paylaşmışdıq. Bir-iki dəfə İnsanlar gəlir sadəcə olaraq hazır bir maket görürlər və salam. Və o deyir ki, mən nə edirəm? Tanıyıram da, mən məsəl üçün Daşqını və yaxsa. Hadi. Səni tanıyıram, Sahili tanıyıram, Flankəsi tanıyıram. İnsanlar mətbəxi başa düşdülər, gördülər. O rahatlığı artıq bundan ibarətdir ki, o Daşqına WhatsApp-da yazır ki, gözəl bir
Plus one. Buradan Hə. Və səslənin. WhatsApp-dan zəng edir. Buradan- belə də zəng edir. Instagram- WhatsApp-dan zəng edir. Instagramdan zəng edir. Buradan- Amma ki, Bütün o onları da şəxslərə qınamaq səslənin. olmur. Yox, daşqın, onları da qınamaq olmur. Yəni təşkilatçılar özləri də həmin şəraiti yaradırlar o insanlar üçün. Və hansısa bir məqamda kimisə yəni incitməmək fikri ilə, hə, o ki yola verir ki, hə, okey, yaxşı, bu dəfə mən sənə guest listə əlavə Mən edəcəm. Niyyətlə- əsamideyim. Mən özüm Okey. alıram Hamı biletləri. bir fikirdir. Young Globus'da özüm almışam biletləri. Fomoyata gedəndə özüm alıram. Arada olub dəvət edilir, amma yenə də mən bacardığım qədər çalışıram biletləri özüm alım. Çünki mən dəstək olmaq istəyirəm. Mən çünki bilirəm ki, özünüz desən, arxada nə qədər əziyyət var. Mən onu başa düşürəm. Amma bu konkurensiya olmayana qədər bu bazarda o Monopoliya deyəndə yəni nəyi nəzərdə tutursan? Monopoliya qiymətlərin monopoliyası, məsələn, avadanlığın monopoliyasıdır. Əsas o da avadanlıq. monopoliya yoxdur havadanlıqda. Qiymətlər çox bahadır yenə də. Yenə də Yox, qiymət çox başqa bahadır. o başqa söhbətdir. Yəni söhbət bundan gəlir ki, bunlar öz aralarında artıq qiymətləri elə bir Təyin səviyyəyə edirlər. götürüb yəni It is qaldırdılar, təyin monopoly. ediblər ki, O monopoliyadır. Da gəlsən Siz qiymətləri bazar. istəmirsiniz öz avadanlıqlarınız olsun. Yenə də bizə investment olsa, biz üstəvəsim alıb onları saxlayarıq, heç Bütçə problem məsələsi yoxdur. Səslənin buradan Konfet investorlara. kağızı ilə bir daxil. Səslənin buradan investorlara. Mən xoşlamıram o söhbətləri investorlara və sponsorlara. Biz həqiqətən çox böyük bir iş görmüşük və istəyərdik ki, bu sırf bu işə görə bizi dəyərləndirsinlər. Hansı ki, bir verilişə çıxıb sponsor tapaq. O məncə ciddi deyil. Qabı nə qədər bacarırıq biz onu daşıyırıq, öz əllərimizlə daşıyırıq bu layihələri. Nə vaxt bacara bilməyəcəksə biz deyərik ki, bu yerdən. Amma fair olmalı dəyişir. İndi köçdə artistlərdən kim olacaq belə qonaq kimi? Onu deyə bilmərik hələ. Niyə? bilmərik. Maraqlı. Amma 2 səhnə olacaq. Onu deyə bilərəm ki, biz istədik ki, full day experience verən insanlara, məsələn gəlirsən saat 10-dan gəlirsən axşamdan, saat 10-a kimi musiqi olacaq. Sonra biraz break, entertainment çünki istidir, o qədər oynamaq olmayacaq və sonra yenə musiqi başlayacaq. Bu məncə bir iki səfər və fərqli səhnələr, fərqli tərzlər, afroda olacaq orada, house-da olacaq House orada, olacaq, progressivdə olacaq orada. Mən çox Eksperimental istəyirəm olacaq. ki, minimal texno da olsun orada. Sizə səbir arzuluyuruq. Okay. Ən böyük belə Sadəcə sağ ol. yəni event təşkilatçılığında ən böyük belə rastlaşdığınız çətinliklər hansılardır? Lokasiya ilə bağlı çətinliklər yaşayırıq. Onun icazəsi ilə bağlı və icazəni tapmaq aldıqdan, tapmaq, onun icazəsini almaq, icazəsini alandan sonra da yenə də problemlər olur. Hansısa falan şey olar, falan şey olmaz. Hələ ki başa düşmürlər bizdə insanlar ki, məsələn elektron tədbir nədir? Bizə öyrəşiblər ki, standart bu icra hakimiyyəti tədbirləri standart gəldi, getdi və çox adam hələ ki elə fikirləşir ki, bir nəsə non standart eləmək istəyirsənsə, insanlar çox skeptik yanaşırlar buna. Ona görə biz çox əziyyət çəkirik bir icazə almaqda yerlərdən, elektron musiqi deyərkən məncə başqa industriyalarda, məsələn rəpdə də Anlayış problemlər var. yoxdur, yoxsa istəyirdi sadəcə olaraq? Başa düşmürlər eləmək istəyir və qorxurlar. Qorxurlar ki, qorxurlar. Yəni bir pauza, çox sorry. Buyurun. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində elektron musiqi deyə bir paraqraf yoxdur. Yəni rəsmi Müəllifi yoxdur. millət, daha doğrusu ölkə rəsmi olaraq elektron musiqini tanımır. Belə bir şey yox. Qardaş, Vergilər Nazirliyində DJ olaraq elə bir Pozisiya. ümumiyyətlə pozisiya yoxdur. Yəni ödəniş eləyəndə muzikant kimi ödəyir. Yəni DJ bəs ümumiyyətlə yoxdur. Yəni nədən danışırsan? Və bu təbii ki, artıq Ona görə biz support müəyyən istəyəndə detallarda, hə. ən azı support dəfə istəmişik ki, nəsə bir də heç olmasa media support elin bizə də. Deyirlər ki, biz elektron musiqini tanımırıq çünki müəllifi yoxdur dedilər. Biz deyək, okey, yoxdur. unreleased. Müəlliflər yoxdurmu? Baxın, bütün janrların bilirsən ki, kompozitoru yazılıb orada altındakı kompozitoru var. Amma o musiqidə biri bit eləyir, biri onu eləyir, biri bunu eləyir. Əçidə bir dənə vahid kompozitor yox. Okay. Sizin bu son tədbirinizdə İntiada səhv eləmirəmsə, yerli onlar amma deyəsən burada yaşamırlar. Qaradın. O. Onlar barəsində Qaradın bizi çox yaxşı mənada belə təəccübləndirdi. Mən uşaqları sözün düzü təzə tanımağa başlamışam. Əsasən də orada İbrahimlə mən tanışlığım yarandı. Bu son periodda səmimi oğlandı, səmimi uşaqlardılar. Amma yəni musiqiləri mən çox sevdim. Və sən demə, bunlar illər boyunca böyük labellara, qlobal labellara treklər yazıb verirlər və başqa xarici festivallarda, özü Almaniyada yaşayır. Berlində falan. Bəli. Və festivallarda, orada böyük səhnələrdə onları sən demə çıxış eləyirlər və biz bunu çox gec bilmişik və orada da çox gözəl oynadılar. Yəni köhnə Anjuna soundu ilə. Mən olmamışam o tədbirdə, sizin tədbirinizdə. Şey var idi o. No, Tim olmuşdu orada, o danışdı mən. Tim orada dəli kimi idi. Sevindiyinə uçurdu və qışqırırdı özünə, amma
doğrudan çox qəşəng idi. Mənim şəxsən çox xoşuma gəldi. Yəni mənim sevdiyim sounddur da demək olar ki o. Hələ. Transın gələcəyi var deyəsəm. Trans yenidən Azərbaycanda. hotlanmağa Dansın ümumiyyətlə başlayır. dünyada gələcəyi var. Progressiv Ümumiyyətlə trans kimi dünyada hal-hazırda hələ ki həyatdadır. Nəinki hələ ki deməzdim, yəni daha Progressiv. o progressiv mən prosta mən AC də deyirəm. Progressiv daşqın. Trans olsa da progressiv. əsl trans odur. Progressiv. Mənə xoşuma gəlir ki, Fərdə hər bir söhbətdə konkret olaraq öz fikri var. Ona görə bir sualım olacaq. Fərdə, Azərbaycanda event təşkilat, yəni ümumiyyətlə təşkilatçılığında, yəni tədbirlərlə bağlı olan festivallar mı olsun, hansısa bir konsertlər mi olsun, qadın xeylağı tək-tük bir qadınlardır. Amma sən belə deyək, sən yəni bu sido olan bir yolun yəni tam fərqlidir, yəni digər xanımlardan. Bu haqda danış bizə. Yes, əlbəttə danışa bilərəm. Olarsa. Əlbəttə, niyə yox. Deməli, mən düşünürəm ki, bir 3 ildir gəlmişəm bu community-yə. Əvvəl mən tamam başqa həyat tərzi yaşamışam. Kişilər okey. Muskulin hamısı. Amma bu mənim üstünlüyümdür əslində. Ondan əvvəl mən çox ciddi bir yerlərdə işləmişəm, marketinqdə, project managementdə və s. Amma musiqi həmişə böyük bir marağım olub və yəni circle açandan sonra elektron musiqi mənim üçün tamam başqa bir yer olub. Luckily Daşqınla tanış oldum, Solonqa mənə gətirdi və ondan sonra mən başa düşdüm ki, qadınlar bu bazar Daşqın, connecting people. Qadınlar birincisi çox azdır və qadınların gücü hələ başa düşülmür ki, qadınlar necə bu hər bir eventə, fərq yoxsa hər bir işə başqa prizmadan baxıb ora nə qədər qatqı verə bilərlər. Qadınlara görə inansaydılar, qadınlar bu bazarı tamam başqa cür eləyərdi. Məsələn, mən özüm Problem nədir ki, qadınlara inanmalı. qadına inanıram. Qadınlara support verir. Yox, mən özümdən danışmaq istəyirəm ki, qıradan görsənsə ki, bəlkə mən çox cavan görsənirəm. Məsələn, mənim 34 yaşım var, mənim 10 yaşlı oğlum var. Mən full time jobda işləyirəm və bununla da əlavə mən Solonqu idarə eləyirəm. Plus özüm də çalışıram xarici gedib böyük festivalları görüb praktikanı oradan götürüb Azərbaycanda implement eləyim. Yenə musiqidə məşğul oluram, çalışıram, şəkil çəkim. Özümü daim inkişaf edirəm. Başa düşürəm ki, bunun sərhədi yoxdur. Qadın istəsə, həqiqətən çox şeylər eləyə bilər bu cəmiyyət. Nəinki qadın, düşünürəm hər bir kəs. Real qadın. Especially qadınlara danışırıq. Azərbaycanda indi qadın bunu həqiqətən də yəni çox fərqli bir hissiyatdır ki, tədbirlərə gəlsən hansısa bir qadın orada yəni mən ümumiyyətlə seksist deyiləm yəni heç bir şey fikirləşmirəm. O şey ümumiyyətlə Azərbaycanda yəni promotorlar əsasında yəni bu elektron hərəkəti kimi görürsüz, kimlə əlaqədəsiniz? Yes. Əlaqədə olmağına demək olar ki, hamı ilə əlaqədəyik. Hamısı ilə bütün belə deyək də promo qruplarla hamımızın olmasa da içəridən misal üçün də mənlə tutaq ki, filan kəsin Fərdənin digər komandadan kimlənsə. Bu belə yəni əlaqələrimiz var. Hətta zaman-zaman misal üçün danışırıq da filan tarixdə nə var, nə yox ki, tarixlər. Eyni tarixdə. Nə etmək istəyirsən kolaborasiya? Çox maraqlıdır. Yəni bu bir ay səhv eləmirəmsə, bir ay yoxsa bir aydan daha da çox olar öncə Baku forum haqqında istərdim toxunum. 1 aprel günü. Yəni orada biz zarafat oldu. Azarın biri oldu. Aprel biri oldu. Mən də deyirəm nə şükürləməli oldu. Stand-up günü idi də ona görə. Yes, bu. Maraqlıdır. Orada çoxlu siz tərəfə belə yəni pretenziyalar var. Təkcə bizə yox da FOMO-ya qarşı pretenziyaları var idi. O barədə FOMO göndərmişəm. Maraqlıdır sənin fikrin o barədə. Mən bilirdim, arada qabağıma rastıma çıxırdı o elanlar ki, belə bir şey olacaq. Sonra həmən gün storylərdə gördüm, belə dostların storylərində gördüm. Dedim ki, qəribə oldum da, başa düşdüm. Yəni həm təəssüfü ilə baxırdım, həm də ki, belə biraz da cringe oldum sözün düzü. Çünki birisi orada danışılan mövzular özləri birincisi absurd və gülməli idilər. İkincisi də ki, yəni guys bizi tanıyırsınız da, yəni gəlib orada biraz o dövrdə başa düşdüm. Sözüm var, gəldinən də. Yəni biz istənilən müzakirəyə, istənilən kritikaya açığıq. Nəsə sözün, sualın varsa gəl və cavabını mütləq alacaqsan da, yəni ən adekvat şəkildə. Sadəcə orada bir neçə məqama toxundu da. Yəni deyir ki, Solonq və FOMO ora artistləri tanışlıqla çıxardırlar. Elə bir biz yox, yəni JEK idarəsi deyilik də. Tanışlıqla DJ gətirək zət. Yəni elə şey yoxdur. Biz tanışlıqla DJ gətirmirik. Biz sadəcə bütün DJ-ləri tanıyırıq. Yəni
Bu birinci məsələ. İkincisi, əgər ora line-up-a düşməmisənsə, sən deməli sənə uyğun artist olmayıb. Sən də bizdə olmamısan da. O deməkdir ki, biz sənə nətlə belə bir şey baxırıq. Yox. Kendrick Lamar. Salonda. Kendrick'i gətirək line-updasan. Ha, o məsələ var. Sonra orada deyir ki, orada bir nəfərin adını çəkir. Deyir ki, o həmin adam orada FOMO-da çıxanlardan deyir. Daha doğrusu FOMO-da və Sonogda line-upda, warm-upda çıxan artistlər o adamdan aşağıdır. Hə. O söhbətdən başlayım mən. Sən nə qədər aşağı olmalısan ki, bu cümləni qurmalısan birincisi növbədə. Və ən gülməlisi o idi ki, o Pərviz Bülbülənin dəməkxanası var. Orada nəsə deyir, bir dənə bığlı qaqaş oradan belə qışqırır. O qaqaş o deyəndə orada elə bir reaksiya gəldi. Belə bir səncə belə baxırdım belə telefona, biraz ha güldüm də. Yəni Daşqın, yəni sən də 16 yaşda olan da deyilsən, yəni mən də 16 yaşda olan deyiləm də. Aydın məsələdir ki, yəni orada müzakirə olunan bütün söhbətlər, onlar sadəcə olaraq necə deyim, yəni hype üçün də deyildi. Sadəcə olaraq mənə elə gəlir ki, yəni mən onun ümumiyyətcə nə tərəf onu qəbul eləmişəm. Mənə elə gəlirdi ki, bu sadəcə olaraq bu söhbətin bir neçə müddət ərzində olduğunu və sadəcə olaraq o söhbəti ortaya yəni heç kim gətirə bilmirdi. Sadəcə olaraq imkan yaratmışdılar onlar üçün ki, həmin söhbəti götürüb açsınlar. Kimsə də bunlara dəstək olsun həmin söhbətdə. Hə, okey. Belə bir mövzu var ki, salonqa və FOMO-ya filan kəslər gəlmirlər. Nəyə görə gəlmirlər? Sadəcə olaraq yəni bu söhbət düzgün deyil. Nəyə görə düzgün deyil? Çünki bir neçə 10 il bundan öncə müəyyən bir çox məşhur bir artist var idi. Tiesto. Yox, Tiesto səbəb gəlmir. Yox, Tiesto deyil. Lokal artisti. Sadəcə olaraq həyat elə gətirmişdi ki, mən Eleven'da art direktor olmuşam, sonra Eleven'dan sonra Enerji'də olmuşam, sonra Enerji'dən sonra Elektra'da olmuşam, Elektra'dan sonra FOMO'da art direktor olmuşam. İndi də art direktoram orada. Eynən. Kısacası çox bomba, sən FOMO'da art direktor olandan sonra fərq hiss olunur. Çox sağ ol. Doğrudan ciddi deyirəm, yəni əla gedir. Sağ ol Aybrat. Sənin çəkilişlərin öz yerində, üzr istəyirəm. Sənin çəkilişlərin öz yerində bomba kimidir. Amma bir də onu düzgün menecerlik vaxtına real time paylaşılması falan bilirəm ki, bu orada olan söhbətlərə təəccüblənməmişdim. Nəyə görə? Çünki mən 11-dan bəri hər bir məkanda art direktor olduğum zaman bu söhbətlər var idi. 11-da bir DJ gəlib mənə deyir ki, mənə halk nömrə 1 seçir. Mən nəyə görə 11-da çıxış eləmirəm. Sonra Enerji'də mənə dedilər ki, hə. Sonra dedilər ki, mən Enerji'də tanışdıqla, hamı tanışdıqla gəlir, bilməm nə. Bura gəlib çatanda FOMO-da, bəs hamı, bilməm, bəlkə nəsə başqa bir hərəkət eləyiblər sənin tərəf, ona görə gəlib FOMO düşübdüm, ay kişi. Yəni, onu başa salmaq mümkün deyil. Sadəcə olaraq, yəni, dinləyirsən, qınamırsan, deyirsən ki, mən belə deyərəm də. Onların düşüncəsi yəni başqa cürdür tam olaraq. Ulduzluq da deyil. Tam olaraq belə fikirlərin tam olaraq bir bazisi komplekslərdir. Prosta öz fikrimi bir qıraqdan bir izləyici kimi Jack Daniels'ın təsiridir. Biz kstati Jack Daniels'a buradan dərin təşəkkürlərimizi bildiririk. Hər anda dəyərləndiririk. Qardaşım, biz bir neçə il bir yerdə, yəni işləmişik, indi hal-hazırda bir yerdə işləyirik. Biz 9 ildə işləyirik. Yes. No, birbirimizi artıq tanıyırıq və ondan qabaq da belə Zaunç'da mən tanıyırdım. DJ Pancho, hip-hop, R&B falan. Salondan danışırıq bu günə. Yes, bilirəm. Eleven söhbəti mən bilirəm kimə daş atılır. Çünki bunların hamısını qıraqdan müşahidə eləmişəm. Qaldı ki, bu 10 il haqqında Baku forumdan söhbət açılmışdı. No, söhbət tullandı. Oradan bura, buradan bura. Nə demək istəyirsən, nə? Mən deyəcəm indi. Deyəcəm. Yəni bir müddət bu şəxs itir radarlardan. İndi mən onu gətirirəm. Qrubaqa var ya və sonradan gəlir ölkəyə. Hə, sən Ramildən və ölkədən, bəli, Ramildən danışıram, hansı ki, psevdonim AK Monroe. Hə, Monroe. Okay. Yəni mən onu belə şəxsən tanımıram.
belə DJ kimi tanımışam, Xezin vaxtından tanımışam. Böyük hansısa bir belə vlajeniyası olubdu elektron sahəsində, yəni Xezin vaxtında müəyyən artistlər gətirilibdi ölkəyə və son belə fakap olaraq olubdu Tiesto məsələsi və ölkədən müəyyən problemlər yaşayıbdı və ona görə olmayıbdı və təzədən geri qayıdıbdı və hamını bir yerdə toplayıbdı, Baku forum olubdu. Mən o tədbirdə əvvəldən düz sonadək olmuşam və qıraqdan bir izləyici kimi baxmışam belə. Yəni mən DJ deyiləm, prodüser deyiləm, heç yəni sadəcə olaraq video makeram. Orada heç bir yəni musiqi barəsində, nə bilim, prodüserство barəsində, necəsə inkişaf barəsində heç bir yəni məqama toxunmadı. Yox, Ramil tədbirlərin təşkili haqqında söhbət açmışdı, təcrübəsindən danışdı. Yəni heç bir təcrübədən danışmadı. Bro, он там ни о чем не рассказал вообще. Короче, orada heç bir mövzu toxunulmadı. Sadəcə olaraq mənim müşahidəm üçün, yəni orada sadəcə olaraq gəldi, hamını vurdu bir-birinə və burada iş bitdi. Bildim, gəlib, deyirsən gəldi, bunu elədi. Gəldi, xoş gəldi. Birinci növbədə. Xoş gəldi. İkincisi, xoş qayıtdı. Hə, xoş qayıtdı. İkincisi, gəldi, deyirsən ki, insanları yığdı, hansı ki illərlə içində bu şeyi saxlamışlar, onları bir araya topladı və danışdı. İndi məsələ burada nədir də? Adicə insan məhkəməyə belə insanı sorğulayanda ikinci tərəfi də dinləyir axı. Yəni bir tərəfi dinləməklə bu ədalətsizlikdir birinci növbədə. Və nə demək istəyirəm? Həmin o 10 il periodu əslində necə baş verdi də? Bu həmin hardasa 2000 elə təxminən 10 il əvvəldə 13-14-cü illərdə bu Boiler Room ölkədə və Azərbaycanda da belə boom effekti ilə partladı və onda kim idi əsasən David August idi, Solomon idi falan, o artistlərin o partladığı vaxtında ümumiyyətlə ölkəyə yeni bir dalğa yayıldı. Azərbaycana həm də qlobala. Və insanlar elektron musiqinin bu üzünü gördülər də. Yəni daha ciddi sound eşitdilər. Dedilər ki, bu nə bombaymış da. Yəni biz indiyənə qədər misal üçün EDM falan. Bunların yanında çox da belə şey qaldı. Sən də razı deyiləm. Nəyə götürürəm? 2004-cü, 2005-ci illərdə burada Bakıda Şrans bir tədbirləri keçirdilər. Demək istəyirəm. Yəni elektron musiqisi həmişə var idi. Sadəcə var idi. Mainstreamə dönmürdü. Dönmürdü. Okay, mən demək istədiyim başqa şeydir. Boiler Room'da yeni bir dalğa gəldi. Hə, o başqa söhbət. Və o dalğadan sonra yol ayrımı baş verdi. Və DJ-lərin müəyyən hissəsi gəldi bu indi bizim olduğumuz yerə qədər. Müəyyən hissəsi ayrıldı. Onların öz tusaları oldu da, belə demək olarsa. Və onlar bu istiqamətdə olmadılar. Heç vaxtı gəlib hansısa bir misal üçün də indi həmişə hara baxsan o eyni artistlər sonunda FOMO-da dedikləri artistlərin yanında olmadılar. Bir dəfə də olsun dəstəkləmədilər. Bir dəfə olsun gəlib hansısa bir nə köməklik lazımdır, nə bir şey, hardasa bir alqış eləsin. Bu qədər misal üçün də ehtiyacınız da yoxdur sadəcə olaraq. Yoxdur. Ən azı bu həmin ya bilsən nə? Həmin trend çayın söhbət sahildə gəlir. Sahildə. Sahil privet. Sənə ki deyirlər ha, sən necə oldun? Sən ordasan. Söhbət ondan gedir ki, sən insanlarla necə connection qurursan və insanların hansı dərəcədə insanlara sən yaxınsan. Əgər sən bu periodda yaxın durmamısan, dırnaqarası baxmısan, qeyri-ciddi baxmısan, heç kəsə bir köməyin dəyməyib və ona görə də salonda FOMO-da oynamırlar, brat. Yəni öz tusavı qurmusan, qardaş. Allah xeyir versin ha. Heç kəsə şey mən neqativ mənada heç nə demirəm. Sənin öz tusan var. Bu da bizimdir də. Və bu 10 il ərzində bu uşaqlar yeri gələndə misal üçün də o artistlər indi hardakı çıxırlar. O artistlər yeri gələndə nə bilim ac da qalıblar. İndi şey mənasında şişirdib deyirəm də. Hansısa bir qarşılıq gözləməyiblər, dəstək olublar, çıxış eləyiblər falan. Siz həmin periodda burada olmamısınız. İndi gəlib bu musiqi mainstream olub. Artıq Solon platforması var artıq. Adını çəkmədiyim digər platformalar var. Hansı ki artıq o artistlər bu səhnələrdə yer alırlar. İndi siz də gəlmişsiniz birdən-birə deyirsiniz ki, bizi çıxarmırlar. Nə məsələdir? Səncə məsələ bu. Mən düşünürəm ki, problem onların özlərindədir də. Yəni onlar onun üçün heç nə eləməyiblər. Yəni mədəniyyət üçün, yəni bu sahə üçün, yəni heç bir şey eləməyiblər. Yəni ona görə onlar orada yoxdular. Bir dənə afişanı misal üçün də heç kəs paylaşmır. Şey, ehtiyacımız yoxdur ya. Adicə şey olaraq deyirəm də, detal olaraq deyirəm də. Post şeydir. Nəsə event eləyirik, afişa buraxırıq. Bir paylaşıma dəstəyimiz yoxdur, bir heç nəyə dəstəyimiz yoxdur. Və bu arada təkcə ona da demirəm. Elə yeri gəldi bizim artistlər belə öz eventləri olmasa, özləri çıxmasa line-upda paylaşmırlar. Buna da görürük də biz yəni. Mən çox istəyirəm yəni siz hər biriniz yəni təklikdə ruslar demişkən yəni anabalevşim. Sizi ki nə ki
belə daha çox narahat edir? Nə ki istərdiniz Sən terasa тоже спрашиваешь, что Danışdıq da orada. Ne. Сначала было, что вас беспокоит по организации. Qrafs qaldı. Ayrıldıq da. Dedik sənə ayrı sənə ayrı. Yo, nəsə o şeydir. Bu danışmır. Qane olmadı ya lazım olan cavab. Yes. Kim danışır? Yo nəyisə gözləyir, cavabını eşitmir. Sən birbaşa onda namyok elə biz. Namyok elə. Namyok yox. Nəyi soruşmuş? Promoy mən istəyirəm yəni. Nəyi? Soruş. Ümumiyyətlə, yəni siz Delikat yəni mikrofon, nə kabul. narahat edir? Harda? Nə narahat eləyir? Məni şəxsən guest list narahat eləyir. Məni şəxsən narahat eləyir. Həqiqətən çünki bu qədər xərc tökürsən, iş görürsən, əziyyət çəkirsən, qardaş, baxı bu nəsə istehsal eləyirsənsə, bu istehsal elədiyin şeyə görə də qazanmalısan. Əgər Siz istehsalçılar limitləmirsiniz varsa, guest listi. Biz limit deyirik. limit deyirik. Biz sən Salonda necə nə oldu? olub ki? Axırıncı entoda bir sən nə oldu? Yox. Story replay. İncələyirlər. Mənə 3 dənə guest list. Mən Mən biletim alır. Belə də yəni. Salon Məsələn, xeyriyyəçisi. Mən paylaşmıram heç kimə Ögəşdirmiş gəstlər. Mən Gestapo. Yaxşı edirsən sən. Xahiş edirəm. Özümüz Mən o kəsmişəm o səhətləri. Обидно diye. Обидно. Что еще обидно? Нет интересно. Вот что вам обидно? Mən dedim, ən mənə narahat edən odur ki, o qədər əziyyət çəkirsən, o qədər güc sərf eləyirsən, amma nəticədə okey, insanları xoşbəxt eləyirsən, insanları maarifləndirirsən, insanlara məlumat verirsən. Amma İstəyirsən ki, bu inkişaf eləsin. Demirsən ki, o sənə çox sağ ol desinlər, demirsən ki, sən alqışlasınlar sənə. Amma desən ki, biz daha böyük səviyyələrə çıxaq, daha böyük layihələr eləyək, daha çünki imkanlarımız var, amma şərait yoxdur. Şərait yoxdur, təəssüf olsun. Və onu uşaqlar var, şərait yoxdur. Onu yanıb tökülürəm, mənə yalan deyim. Çünki o qədər enerji var, o qədər planlar var. Mən xaricə gedib o qədər maraqlı şeylər gətirirəm, artistlərlə tanış oluram. Onları Bakıda gətirmək istəyirəm. İstəyirəm ki, bu mədəniyyət də Azərbaycanda inkişaf eləsin. Amma mənim əlimdən heç nə gəlmir. Heç nə gəlmir. Amma heç nə əlinizdən heç nə gəlmir. Mənası nədir? Yəni nəticəsini görmürsüz? Eləyirik, əlimizə gələni eləyirik, amma bundan yuxarı qalxa bilmirik təəssüf olsun. Nəticəsini görmürsüz? Mən cəmiyyətdə. Gözlədiyiniz nəticəni. Cəmiyyətdən söhbət gəlmir. Onda nəyə görə hər dəfə eyni addımı görürsüz, amma nəticəsini eyni addımı görmək deyəndə ki, biz keyfiyyətli musiqi gətirmək istəyiriksə Bakıya, biz insanları keyfiyyətli musiqi ilə tanış eləmək istəyiriksə, ona görə bizim artist seçimimiz bu olur. Biz istəyirik ki, insanların maksimal komfort olsunlar ərazidə. Ona görə çalışırıq ki, səsdə, operationda maksimal özümüzü orada sərf eləyək. Amma təsvir olsun ki, axırda nəticədə bu gəlib çıxır minusa. Və bu minuslar bir dəfə, 2 dəfə, 3 dəfə. Yes, financial wise, of course. Çünki tədbirlərin geçmiş faizi ziyanla olub və ziyanlara biz özümüz bağlamışıq. Sahil, mən pul arası tapıb onu bağlayırıq. İstəyərik, biz okey ki, insanlar öyrənirlər, insanlar mədəniyyət görürlər, insanlar gəlib rahat əylənə bilirlər istədikləri kimi. Bu mənim üçün ən vacib bir şeydir ki, mən insanlara həm safe space verirəm, həm də gözəl musiqi verirəm. Amma bundan böyük işləri görə bilərik. Amma onu görə bilmirəm və ona görə mənim motivasiyam aşağı düşür. Çünki eyni yerdə mən yana bilmirəm. Bacılar, qardaşlar, Fərdi xanıma motivasiya verin. Motivasiya! Məncə keçid dövrünə görə deyə. I don't know. Yadıma gəlir, biz uşaq olanda böyüklərimizə hamı deyirdi, keçid dövrüdür. Bizim keçid dövrüdür. O təsəllidir. O təsəllidir. Yox, bir sən nə demək istəyirəm? Belə deyil, Customer Road'un əsas mənbəsinin nə olduğunu hələ ki tapmamız. Siz o həmin mənbəyə gəlib çatanda başa düşdü. Sadəcə olaraq həmin məqamda ki, başa düşdünüz ki, mənbə hardan başlayır. Siz o həmin mənbəni işləməyə başlasaq. Biz danışdıq axı söhbətin əvvəlində mənbələr hardadır. Mən əgər incəsənət vermək istəyirəmsə, mən kommersiyaya çevirə bilmirəm. Mən elə bilərəm kommersiya. Okay. Hə, o da var. Amma eləmək istəmirəm. Mən insanlara keyfiyyət vermək istəyirəm. O keyfiyyətin dalında da olmalıdır bəzi şeylər. Və söhbətin əvvəlində biz toxunduq bu məsələlər. Okay. Onda yəni salon belə bir çıxmasın incəsənət proyektidir. Of course. Başqa cür olsaydı biz başqa layihələr elərdik, başqa DJ-ləri gətirərdik. İncəsənət olan yerdə puldan söhbət edir. Sizcə yəni bizim ölkədə incəsənət daha çox dəstəklənir yoxsa kommersiya? Hər yerdə kommersiya dəstəklənir. Dünya hər bir yerində. Hal-hazırda yəni kommersiyadır. Yəni bütün dünyada yəni kommersiyadır. Amma mən kommersiya edən insanlar çoxdur. Doludur insanlar. Mən özümdə o dəyər tapıram ki, o passion tapıram ki, mən insanlara keyfiyyət çıxardıram. Özümdən kəsib, maralarımdan kəsib, vaxtımdan kəsib çalışıram nəsə eləyim. Və istəyirəm davam eləsin və istəyirəm daha çox eləyim. Mənim istəyim odur. Mən istəyim o deyil ki, pul qazanım, oturum ancaq gedim. O iyi bitsə. Я буду откровенен. Пожалуйста.
yəni hal-hazırda yəni biz burada bizim heç birimizin dördümüzün də az yaşı yoxdur da. Hamı 30 Plus. Naverno plus vurub gedib. Qardaşım, yəni incə sənətə sən başlayırsan nəsə vlojeniya eləməyə, nəsə öz bir əziyyətivi, energiyavi istifadə edirsən ona, resursları istifadə edirsən. No görürsən ki, bundan heç bir yəni feedback yoxdur. Но в любом случае ты приходишь опять же к тому, чтобы зарабатывать бабки. Уже не тот возраст. Ən böyük artistlər, ən böyük musiqiçilər neynirdi? Axıra kimi dirəşirdilər. Axıra kimi dirəşirdilər. Hardan Van Gogh dirəşirdilər? götürmə. Necə? Hardan dirəşirdilər? Əvvəl olan bütün əvvəl artistlərin hansı ki belə çıxmasın, yəni hansı ki indi yoxdur hal-hazırda. Underground olan artistlərin hamısı. Dediyim kimi, vlojen edirdilər, nəsə hərəkət üçün edirdilər. Onların hamısı indi mainstreamə qayıdıblar. Yəni o yaş deyil də, o dövr deyil. O yaşla deyil. O passion ölürsə səndə, sən artıq deyirsən ki, mən yaşım çoxdur, pul qazanım, stabiliyə axtarım. Sən o stabiliyə çatdınsa, sən onu deyirsən ki, I'm done. Hələ ki məndə o fire var daxilimdə, mən onu eləmək istəyirəm. Çünki bax sabah imkanım olmadı. Sabah xəstələndim. Nəsə oldu? Başıma nəsə gəldi, amma bu dəqiqə yaşım və enerjim mən ona imkan verirsə mən eləməliyəm. Çox belə qəmgin notlar. Komentari. Qəmgin notlarla. Qəmgin deyil bu, sadəcə olaraq yəni bir Torski. Qəmginlik hiss olunmur, sadəcə olaraq mən... Мне просто было интересно. Bugünkü söhbətdən hiss edirəm ki, sizin komandanız 500%'lik entuziyazm levelında çalışır və çalışacaq gələcəkdə inşallah. İnşallah. Mən əslində keçid dövrünü elə belə axırı görəcəyəm. Necə начинали стримов, брат? Видео стрим. Я помню. Подожди. Yadımdadır. Просто mən gəlirəm hər dəfə söhbətdən söhbətə. Okay. Bax, siz başlamışsınız video streamdən. Okay. Hansılar ki mən başlamışdım izləməyə sizi. Yəni solong olaraq video streamdən çox gözəldir, çox əla idi. O dövr üçün, o vaxt üçün. Sonra siz qayıtdınız eventlərlə başladınız. Əslində mən bayaq onu deyirdim. Eventlərlə nə üçün başladınız məşğul olmağa? Mövzudan Pul qazanmaq üçün? Bəli. Yoxsa yenə də incə sənət üçün? Eventə niyə keçdi? Yes. Daha böyük kütləyə çıxmaq üçün. Daha böyük kütləyə çıxmaq üçün insanlar nəyə görə? Connection'a keçmək üçün də. Okay bro. Həm də kommersiyada biraz qazanmaq da lazımdır axı. Sən stream ancaq şeydir özündən qoymaqdır. Приходим к тому, чтобы зарабатывать бабки. No, nəticə axı bu deyil. Amma ideya o deyildi əsas. O gəlir gətirə bilər. Potensialı var. Bak, mən bayaq keçid dövrünü... Они хотят сказать, что мы хотим заниматься искусством, но если это искусство приносит деньги, why not? Why not, da. Я согласен. Sən söhbəti fırladırsan. Söhbətin əvvəlində onu dedik ki, mən istəyirəm solongda əlavə iş götürməyim, solongda işləyirəm. Söhbəti fırladırsan. Mən sadəcə axıra qədər, yəni bilmək istəyirəm bunu da, yəni. Mən dedim də bax, bir dənə üzr istəyirəm, bir dənə olar kəsməyim də. Bu sırf yəni qazan üçündür, yoxsa keçid dövrünü mən niyə qeyd elədim? Uşaqların da adicə yeniyetməlik dövründə 15-17 yaş arası keçid dövrüdür və həmin dövrdə onlar nə istədiyini tam olaraq bilmirlər. Bizim kütlədə həmin elə bir ki mind olaraq elə bil ordadır, o keçid dövründədir. Hələ tam olaraq nə istədiyini başa düşə bilmirlər. Ki afroya qulaq asır bu gün, sabah hip hopa qulaq asacaq, nə bilim, obsi gün nəyə qulaq asacaq. Bu onu daima dirəşlərdən dediyi odur ki, dirəşib daima eləmək ki, o insanlara onu sən başa salırsan ki, keyfiyyətli və yaxşı tərəfi budur, bura gəlin. Və artıq böyüməkdə olan o nəsil, indi nə bilim hansıdır, Z də böyüyüb artıq. Alfaları təzələn. Onlar da böyüyüb artıq bir yerə keçid dövrünü keçib bir yerə gəlib çatandan sonra artıq onlar olacaqlar real istehlakçı, real bizim müştəri, real artıq başa düşəcəklər bəlkə də çox ümid edirəm ki, heç olmasa onlar başa düşsün ki, bilet alın. Və mən onun üçün bunların hamısına o sualları verirəm ki, yəni izləyicilər başa düşsün, yəni bilməyənlər də yəni sizin haqqında yəni bilsinlər ki, siz bunların hamısını nə üçün edirsiniz başı? Ümumiyyətlə yəni solong nə üçündür? Yalansan, провокация görə Не, ни в коем случае. Я просто хочу, чтобы для зрителей это все было ясно и понятно. Для чего есть солонг и почему есть солонг, для чего эти ребята вот всю эту движуху делают. Solong var ki, bütün bayaqdan onu dedik də, solong var ki, keyfiyyətli musiqini, bu multimedia formatını, festivalları inşallah gələn növbəti illərdə, hətta ildə 2 dəfə istəyirik ki, birini də qışda eləyək. Yəni bunları ona görə eləyirik ki, artıq insanlar bu aktivitetə doğrudan da gəlsinlər, çox alsınlar, zövq alsınlar
Və bizdə Fərdənin motivasiya sözü isə odur ki, biz elədiyimiz işdən də bir zövq alaq. O əsas şeydir. O İstirahət eləmək istəmirik də. Nəticədə biz də deyək ki, hə, bax biz bu əziyyəti çəkdik və nəticəsi də oldu. Mən onu bilirəm Fəridə onun üçün nə deyir. Mən onu bilirəm, çox gözəl bilirəm. Sadəcə olaraq mən o sualları verirdim ki, yəni insanlara da izah olunsun ki, nə üçündür bu. Bəli. Yep. Ümid edirəm ki, başa düşərlər hamı və bilet Bunun dərdi bilet. Bunun yəni ağrıyan yeri odur, bilet alın. Bura Heç kim daşdan yazmasın. bizim də motivasiyamız budur da. Denə. Mənə yazmayın geçsin. Mənə bilet geçsin alın, gəlin dəstək olun. Doğru. Dostumsuz, əzizimsiz. Festivala görə vəbşi vurmayın, verməyəcəm. Köşə guest list yaradın sadəcə. Yəni olur ki, Vəssalam. insanlar var ki, hansısa bir kütlə onlara yəni ki, onlar demədən siz özünüz guest göndərirsiniz. Hə, var. Vəssalam da oyunla qutarım. Onunla da bu söhbəti Mən bu bağlayın. arada çox az sayda mən bu barmaqdan da az sayda da yəni tanışım var. Siz bunu açıq aydın deyə bilərsiniz. bilərsiniz. Münasibətiniz çox yaxşıdır. Mən özüm ona hər dəfə onu təklif edirəm. Deyir ki, artıq almışam, ehtiyac yoxdur. Deyir bilirəm ki, əziyyət Yəni çəkir. dost elə olmalıdır. Elə də olmalıdır. Vəssalam. Real dost. Çox sağ olun. Təşəkkür edirəm. Nəsə bir əlavəniz falan varsa deyə bilərsiniz. Nəsə bir Promotion, informasiya. Nə demək istəyirsiniz? Plakatda sizindir. Çox sağ ol demək istəyirik sizə. Məncə sizə əsas təşəkkür odur. edirəm ki, siz də Düşünürəm ürəyincə oldu hər şey. bəli. Şən oldu. Həm şən oldu, həm ürəyimizi də boşaltdıq və sizə doğrudan çox sağ olun. Çox uşaqlar, çox. Ürəyinizə nəsə qalsa yenə Yox, davam siz də edək. bir vaxtınızı, enerjinizi sərf edirsiniz buna görə. Və hər dəfə fərqli qonaqlar, imkan yaradırsınız ki, hər kəs gəlsin öz ürək sözünü desin və böyük kütləyə çıxsınlar. Çünki adətən misal üçün bizi özümüzü götürsək, insanlar gəlirlər tədbirə, görürlər falan, amma bunun arxasında nə dayanır? Birbaşa bizlə connection hal-hazırda var və biraz daha səmimi mənə elə gəlir ki, söhbət alındı və o səmimiyyəti inanıram ki, ötürə bildik. Мы всегда за, чтобы все было искренне и честно. Neçənci podkastda ucaqsın? 8-9. Birinci podkast ki, söyüş söyləməmişik. Nə Çox sağ olsun. Budur da bayaq dediyim, kazarma deyilik biz. Çox sağ olun. Çox sağ Siz olun. çox sağ olun. Minnətdaram ki, Görüşərik. Все easy, все заебись. Çok sağ olun. Так что 69 talk, bro. Спасибо большое. Спасибо. Sağ olun. Еще раз давайте.